Hamıya salam. Bugün 9-cu siniflər üçün məsləhət videosu çəkirəm. Ümumiyyətlə düşünməzdim ki, heç 9-cu siniflər üçün video çəkərəm. Çünki elə bilirdim ki, bu imtahanı heç kəs ciddiyə almır. Yəni mən ciddiyə almamışdım deyə elə bilirdim hamısı elədi. Amma yəni ciddiyə almağımız çox yaxşı bir şeydir. Çünki demək olar ki, hər şey 9-cu sinif imtahandan sonra başlayır. Yəni siz artıq başa düşürsüz, yəni zəif olduğunuz məqamları, güclü olduğunuz fənləri falan, diqqətsizlik səhviniz olduğunu, olmadığını, stres problemlərinizi falan hamısını yəni başa düşürsüz və bundan sonra da səhvləriniz üzərində çalışmağa başlayırsınız. Çox gözəl bir şeydir bu. İlk öncə onu deyim ki, mən 9-cu sinif imtahanından 195 bal toplamışdım. Əslində hədəfim 200 bal keçmək idi. Yəni burada fərqi yoxdur. 201, 202, yetər ki 200 balı keçəydim. Amma diqqətsizlik səhvi olmuşdu və kodlaşdırmanı səhv eləmişdim deyə 200 bal keçə bilmədim. Amma məncə mənim balım elə 200 plus idi. Yəni bunu qəbul eləyək. 5 balın söhbətini eləmirik. Və ondan sonra başladım bütün dimin imtahanlarında kodlaşdırma səhv eləməyə və bu vərdiş kimi bir növ qaldı məndə. Bu nə deməkdir? Deməli hər şey 9-cu sinifdən sonra başlayır. Qısacası bu videoda 9-cu sinif imtahanından necə 200 plus bal toplamaq olar o haqqda danışacağam və bütün yaşadıqlarımı, bütün etdiyim səhvləri də danışacağam ki, eyni səhvləri siz də eləyib balınızdan olmayasınız. İlk öncə başlamaq istəyirəm hamısının ağlında olan o suala. 9-cu sinif imtahanının nəticəsi ya da topladığınız balın 11-ci sinif imtahanında toplayacağınız bala ya da 11-ci sinif imtahanına təsiri varmı? Xeyr, yoxdur. Qəti şəkildə təsiri yoxdur. 9-cu sinif imtahanının balı 11-ci sinif imtahanının balı ilə də toplanmır. Belə bir şey də yoxdur. Növbəti şayələrdən biri də, yəni mən özüm də eşitmişdim bunu 9-cu sinif vaxtı. Deyirdilər ki, yəni 9-cu sinifdən nə toplasan, 11-dən də onu toplayarsan. Belə bir şey ola bilməz. Yəni məntiqi cəhətdən də bu həqiqətən düzgün gəlmir. Elə özümü götürüm. Mən 9-cu sinifdən 195 toplamışdım. Həqiqətən elə bilirdim ki, mən 11-ci sinifdə 200 bal keçə bilməyəcəm. Çünki 9-dan keçə bilməmişəm. Amma 11-də 220 bal toplamışdım buraxılışdan. Və qrup yoldaşımda da eyni şey olmuşdu. O 9-cu sinif imtahanından 170 neçə bal toplamışdı. Amma 11-ci sinif imtahanından isə 250 plus toplamışdı. Yəni təsəvvür edin, həqiqətən artıra bilərsiniz. Yəni burada əgər siz 200-ü keçə bilməmisinizsə ya da 150-ni keçə bilməmisinizsə, 11-ci sinifdə onu keçə bilməməyiniz söhbəti yoxdur. Həqiqətən əgər çox çalışırsınızsa, niyə də yox? İmtahanlar eyni səviyyədə deyil ki, sizin ikisində də nəticəniz eyni olsun. Və 9-cu sinifdə siz artıq sıfırdan, yəni hazırlıqlara getməyə hamısı demək olar ki, 9-cu sinifdən başlayır və sıfırdan başlayır deyə sizin nəticəniz o qədər də yüksək olmaya bilər. Yəni buna görə özünüzü pis eləməyə ehtiyac yoxdur həqiqətən. Çünki hər kəs sıfırdan başlayır və hər kəs hazırlıqlara demək olar ki, 9-cu sinifdən başlayır getməyə, yəni buraxılış hazırlıqlarına. Hətta sıfırdan başlayıb qırmızı attestat belə ala bilərsiniz. Bu arada qırmızı attestat demişkən, çoxu elə bilir ki, imtahanda ümumi 250 balı ya da 250 bala yaxın toplamaq lazımdır ki, sizə qırmızı attestat versin. Amma bu səhvdir. Qırmızı attestat almaq üçün, yəni bəzi tələblər var. Siz hər fəndən 75 bal toplamalısınız. Ya 75 bala yaxın, 74 nöqtə netsə, ya da 75 bal toplamalısınız ki, sizə qırmızı attestat versinlər. Yəni riyaziyyat, ana dili və xarici dildən ayrı-ayrılıqda 75 bal toplamalısınız. Digər fənlərinizdən də 4 olmamalıdır ki, siz qırmızı attestat ala biləsiniz. Yəni bizim məktəbdə bir dənə oğlan var idi, 277 toplamışdı buraxılışdan. Amma qırmızı attestat ala bilməmişdi, çünki biologiyadan 4'ü var idi. Və əgər sizin də məqsədiniz qırmızı attestat almaqdırsa, çalışın bütün qiymətləriniz 5 olsun ki, buraxılışdan əgər hamısından 75 toplasanız, qırmızı attestat ala bilərsiniz. Hətta deyim, ingilis dilindən 100 toplamısınızsa, ana dilindən 100 toplamısınızsa, amma riyaziyyatdan 50 toplamısınızsa, siz qırmızı attestat ala bilməyəcəksiniz. İndi isə danışacağım 9-cu sinifdə mənim eləmədiyim, amma sizin mütləq eləməli olduqlarınıza. İlk öncə onu deyim ki, mən 9-cu sinifdə heç bir sınağa getməmişdim. Yenə deyirəm, ciddiyə almadığım üçün elə bilirdim ki, yəni sınağa getməyin də bir mənası yoxdur. Həqiqətən, yəni mən üçün mənası yox idi. Yaxşı da getməmişəm deyim. Amma yüksək nəticə toplamaq istəyirsinizsə, məqsədiniz 200 plus 250 toplamaqdırsa, siz minimum deyirəm 2 dənə sınağa getməlisiniz. Əslində elə sınavların PDF-lərini tapıb da işləyə bilərsiniz. Amma niyə bu çox məsləhətli deyil? Çünki nə qədər də olsa 9-cu sinifdir. Siz bundan qabaq heç bir imtahanda iştirak eləməmisiniz. Yəni
DİM imtahanında iştirak eləməmisiniz, olmamısınız və sizin kodlaşdırmadan xəbəriniz yoxdur da, təsəvvür eləyin. Və siz kodlaşdırmanı normal eləməlisiniz ki, normal bal toplayasınız. Yaxşı, əgər siz %100 yazmısınızsa, bütün o kitabçada nə sual varsa hamısını yazmısınız, amma kodlaşdıra bilmirsiniz normal. Kodlaşdırmada səhv eləsəniz, sizin balınız da aşağı düşəcək. Yəni, əsas elə kodlaşdırmadır. Çünki onunla sizin cavablarınıza baxılır. Kitabçanı sizə verilir, siz evinizə aparırsınız. İmtahanda gedəcəksiniz, nəzarətçi bəlkə sizə yaxşı başa salmadı kodlaşdırmanı. Hətta bəzi nəzarətçilər ümumiyyətlə başa salmırlar. Mənim sinif yoldaşlarım getmişdilər, deyirdilər ki, yox da yaxşı başa salmadı falan. Amma bizim nəzarətçi həqiqətən yaxşı başa salmışdı bizə kodlaşdırmanı. Sadəcə məndə diqqətsizlik səhvi oldu deyə mən səhv kodlaşdırmışdım. Yəni o sualı bu suala, bu sualı o suala yazmışdım. Hətta riyaziyyatda açıq kodlaşdırıla bilən suallar var. Məsələn, siz bura cavabı yazırsınız. Məsələn, cavab atıram 78-dir. Siz birinci xanada 7-ni kodlaşdırmalısınız, sonra 8-i kodlaşdırmalısınız. Digər fənlərdən kodlaşdırma səhvi olacağını düşünmürəm, amma riyaziyyatdan ola bilər. Çünki baxmayın, ancaq rəqəmlərdir. Açıq kodlaşdırıla bilənlərdə çox ehtiyatlı olun. Çünki orada həm yuxarı yazmalısınız, həm aşağıda da onu kodlaşdırmalısınız. Nöqtə, vergül falan da var. Onları da mütləq eləməlisiniz. Yəni ona görə güvənməyin ki, sizə orada nəzarətçilər bir şey başa salacaqlar. Başa salmaya da bilərlər. Başa sala da bilərlər. Amma özünüzü məncə riskə atmayın. Gedin sınavlara. Sınavlarda çünki daha yaxşı izah eləyirlər. Orada nəzərə alırlar da siz birinci dəfədir gəlmisiniz. Ona görə də sizə sıfırdan başa salırlar. Yəni o qədər çətin deyil. Sadəcə ilk dəfədir deyə siz ən azından bir dənə sınava gedin, başa düşün kodlaşdırma prosesi necə olur və hətta vaxtınızı da düzgün bölməlisiniz. Sizə ümumi olaraq 3 saat vaxt verilir. Siz 2 saatı, ən azı 2 saatı siz kitabçanı hər bir sual bitirməlisiniz ki, 1 saatınızı ayırasınız kodlaşdırmağa. Çünki kodlaşdırma həqiqətən çox vaxt aparır. Elə bilərsiniz ki, 5 dəqiqə falandır, bütün testi işləmisiniz, amma cəmi 10 dəqiqə falan vaxtınız var və heç bir şey kodlaşdırmamısınız. Kodlaşdırmaya vaxt çatmayacaq. Onu da bilməlisiniz. Vaxtı düzgün bölmək üçün də sınava getməlisiniz. Stressinizi də idarə etmək üçün sınava getməlisiniz. Əslində məndə 9-cu sinifdə demək olar ki, heç bir stres olmadı. Sadəcə imtahandan bir gün qabaq biraz stres oldu ki, ayda sabah imtahandır belə. Heç nə olmadı. Amma 11-ci sinifdə dəhşət stresli idim. Ümumiyyətlə mən stres yaşayan biri deyiləm. Heç vaxt özümü stresə salmıram. Əsasən rahat biriyəm. Amma səhər durdum, 11-ci sinifin buraxılışı idi. Ayaqlarım əsir yeriyə bilmirəm. Yəni düzdür, evdəkilərə bildirmədim bunu. Amma yəni çox pis idi. Amma 9-cu sinifdə belə olmadı. Rahat getdim, yazdım, gülə-gülə də gəlirdim. Hətta imtahandan çıxmışam. Qardaşım orada məni gözləyir. Mən də gülə-gülə çıxmışam imtahanı və hamısı da mənə dəli kimi baxırdı. Bu niyə gülür imtahandır? Yəni görən də deyər 300 yazmışam da. Yəni sizə də 9-cu sinif imtahanından belə gülə-gülə çıxmağı arzu edirəm. İkinci səhvim o idi ki, hazırlıqları yola verirdim. Əslində hazırlıqları yola vermirdim. Müəllimlər evə nə qədər tapşırıq verirdisə, hamısını yerinə yetirirdim. Sadəcə məcburiyyət kimi eləyirdim də, yəni istədiyim üçün eləmirdim. Amma yəni ingilis dilini çox həvəslə işləyirdim, çox sevirdim ingilis dilini. Sıfırdan başlamağıma baxmayaraq həqiqətən çox yaxşı bilirdim, həm də sevirdim. Dərsləri bir məcburiyyət kimi görsəniz, siz heç vaxt bir nəticə ala bilməyəcəksiniz. Dərsləri sevə-sevə işləməlisiniz. Ümumiyyətlə, mən ingilis dilini çox sevirdim deyə, ingilis dilindən nəticəm də yaxşı olmuşdu. İngilis dilindən həm çox test işləyirdim, ona görə nəticəm çox idi, həm də öz üzərimdə çox işləyirdim. Çünki elə bilirdim ki, mən əgər ingilis dilindən heç bir şey yığa bilməsəm, deməli, mən heç bir şey bacara bilməyəcəm. Belə bir fikir var idi ağlımda. İngilis dili daha maraqlı fəndir. İngilis dilinin qrammatikası da maraqlıdır. İngilis dilinin listeningi maraqlıdır, tekstləri maraqlıdır, esse yazmaq ümumiyyətlə maraqlıdır. Fərqlidir çünki. Yoxsa ancaq qrammatika, ana dilindən, rus dilindən ancaq qrammatika oxuyursan, tekst işləyirsən, tekstlər də hamısı mənasız olur. İngilislərin tekstləri daha maraqlı olurdu, nəinki rus dilinin tekstləri. Riyaziyyat da indi nə deyim, mənə maraqlı gəlmirdi. Riyaziyyat heç vaxt mənə maraqlı gəlməyib, ona görə də siz artıq içdən bilməlisiniz ki, siz əvvəl-axır bu fənni sevməlisiniz.
Sevməsəm bu fəndən yaxşı nəticə toplaya bilməyəcəyəm. Bunu anladıqdan sonra yavaş-yavaş ən nifrət elədiyiniz fənni belə sevməyə başlayırsınız. Fənni elə öyrənin, sanki kiməsə başa salırsınız. Sanki kimsə bunu başa düşmür və siz artıq ekspertsiniz bu mövzu haqqında və kiməsə başa salırsınız. Həqiqətən çox gözəl bir metoddur bu. Riyaziyyatı elə eləyirdim. Sinif yoldaşım başa düşməyəndə ona başa salırdım. Ya da bir yerdə müzakirə eləyəndə daha maraqlı olur. Bir yerdə müzakirə eləyəndə həm biraz zarafatlaşırsınız, həm fən haqqında bir-birinizin metodlarını görürsüz, bölüşürsüz. Elə eləyə-eləyə çox maraqlı olur və yavaş-yavaş artıq siz başlayırsınız o fənni sevməyə. Və axırlarda məndə 11-ci sinifin axırlarında oldu. Mən başladım riyaziyyatı sevməyə. Sevməyə başladım. İmtahana 1 ay qalmış. Çox, yəni yersiz vaxtda sevməyə başladım. Mən başladım Nicat Bağışsaydanın videolarına baxmağa riyaziyyatdan. Onun videolarına baxa-baxa romantikləşdirirdim o fənni və ayrı dəftər falan tutmuşdum. Çox qəşəng sərgilə dəftərlərim var idi. Hər gecə yazırdım da, yəni belə ortam yaratmışdım özüm üçün ki, mən riyaziyyatı oxumaq istəyim. Yəni bu ortamı siz ancaq özünüz yarada bilərsiniz. Fənlər haqqında ümumi danışım. İngilis dili ən yaxşı bildiyim fən idi deyə ən çox ondan toplamışdım. Rus dilini azdan çoxdan bilirdim, amma yenə də deyim, mən qrammatikanı axıra kimi də bitirməmişdim, amma 70 nəsə toplamışdım rus dilindən. Çalışın mətnləri çox yaxşı işləyin, çünki mətnlər nisbətən çox bal verir və 20 sual mətndən düşür, 10 sual qrammatikadan. Qrammatika 9-cu sinifdə o qədər çətin düşmür. Azərbaycan dili olsun, rus dili olsun, çətin düşmür. Amma mətnləri yaxşı işləməlisiniz ki, yaxşı bal toplayasınız. Burada sual ola bilməzdir, mən mətnləri necə yaxşı işləyim. Çoxlu işləməlisiniz, çox işləməlisiniz və hər dəqiqə meyarlara baxmalısınız. Məsələn, bir mətni işlədiniz, qutardınız, çevirin topuğun arxasında həmişə olur, meyarlara baxın. Baxın ki, dim sizdən necə bir şey tələb eləyir, necə cavab tələb eləyir ki, siz tam bal alasınız. Və tam bal almaq çox yaxşı bir şeydir. Çalışın elə hədəf qoyun ki, tam bal alın bütün açıq suallardan. Qrammatika kimi 1 bal vermir, 5-4 bal verir, hətta çox da verə bilər. Bəzən olur müəllimlər özləri yoxlayırlar, qoymurlar sizə yoxlamağa, amma siz köçürtməmək şərti ilə, yəni əgər bir mətni qutardınız, arxasından yoxlayın, nəyi səhv eləmisiniz, nələrdə səhv eləmisiniz. Əgər bir şey başa düşmürsünüzsə ya da səhviniz varsa, səhvinizi başa düşmürsünüzsə, mütləq müəllimlərdən soruşun. Ümumiyyətlə, mənə çatmır ki, bəzi uşaqlar niyə müəllimlərə sual verməkdən utanırlar. Mən niyə müəllimdən utanmalıyam? Yəni, utanmalı burada bir şey yoxdur. Həqiqətən öyrənmək istəyirsinizsə, utanmamalısınız. Əgər həqiqətən öyrənmək istəyirsinizsə, həqiqətən bir nəticə toplamaq istəyirsinizsə, utanmamalısınız. Yəni, siz hazırlıqlara gedirsiniz, pul verirsiniz də. Bu pulu niyə verirsiniz? Utanmaq üçün verirsiniz. Siz elə bilirsiniz ki, hansısa müəllimə sual verəndə o sizə deyəcək, sən bu sual mənə necə verərsən, sən necə bu sualı bilməzsən. Bilməmək sizin haqqınızdır. Yəni, eşitməmisiniz, başa düşməmisiniz, ikinci dəfə soruşursunuz, müəllim başa salmalıdır. Yəni, bu sizin haqqınızdır. Düzdür, mən də elə bilirdim. Yəni, əvvəllər mən də elə idim, sual vermək falan istəmirdim. Sonra deyirəm, bu normal bir şeydir də. Yəni, bütün yüksək bal toplayanlar görürəm ki, hər dəqiqə müəllimə sual verirlər. Əlaqəsiz suallar, amma sual verirlər. Niyə də mən sual verməyim? Düzü, bəzən müəllimə sual verəndə mənə deyirdi ki, Nigar, sən bu sual bilmirsən? Dedim, yox, yəni bilmirəm, cavabını bilmirəm. Başa sala bilərsiniz, zəhmət olmasa. Başa salırdı. Heç bir, yəni necə deyim, judging eləmədən başa salırlar sizə. Yəni narahat olmayın. Müəllimlər də sizin öyrənməyinizi istəyirlər. Siz müəllimlərin adısınız da, yəni müəllimlər istəməz ki, sizin nəticəniz aşağı olsun və onların adı batsın. Yəni bunda da bir əlaqə var. Fənlər haqqında məlumat vermişəm. Onu buraxılış imtahanı üçün video çəkmişdim. Oradan baxa bilərsiniz. Yəni orada fərqi yoxdur. 9-cu sinif olun, 11-ci sinif olun. Eyni fənlərdir, eyni taktikalardır. Hətta orada 9-cu siniflər üçün, 10-cu siniflər üçün, 11-ci siniflər üçün ayrı-ayrı taktikalar vermişəm. Oradan da baxa bilərsiniz. Yəni burada eyni videonu təkrarlamağa məncə ehtiyac yoxdur. Sadəcə bir dənə riyaziyyatın üstündə qalacağam. Çünki riyaziyyatdan mən 9-cu sinifdə kaş eləyəydim dediyim bir məqam var idi. O haqqda danışacağam. Yəni təsəvvür eləyin, mən riyaziyyatdan o qədər zəif idim ki, yəni 0 dərəcəsindəyəm də. O qədər zəifəm ki, o tam ədədlər var, 1.2 məsələn 2.5 falan. Mən onları nə bölə bilirəm, nə üstə gələ bilirəm, nə çıxa bilirəm, nə də vura bilirəm də, heç bir şey bilmirəm o haqda. Yəni ona nisbətən çətin idi mənim üçün. Bəlkə də onu indi də siz də eləyə bilmirsiniz. Ona görə də mən 9-cu sinif hazırlığında müəllimim mənlə topludan başlamamışdı. Məktəb dərsliklərindən başlayırdı. 5-ci sinif, 6-cı sinif, 7, 8, 9-cu sinif məktəb dərsliyindən keçirdi. Ta ki o sinus, kosinus
Deyəsən 9-cu sinifdir, bilmirəm. Yəni o qədər zəifəm ki, topluya bir dəfəlik başlaya bilmirdi məndən. Daha sonra 3-4 aydan sonra kitabları bitirdikdən sonra mən başladım toplunu işləməyə. Gördüm ki, yox, toplunu da işləyə bilmirəm. Yəni əgər 0 səviyyəsindəsinizsə, necə riyaziyyatı özünüz evdə işləyə bilərsiniz deyə sual verə bilərsiniz. YouTube platforması həqiqətən abituriyentlər üçün çox əlverişlidir. YouTube'da bütün nə qədər riyaziyyat müəllimi var, hamısından bir şey, bir metod əldə edə bilərsiniz. Həqiqətən çalışın, hər bir videodan bir şey öyrənin. Hər bir müəllimdən bir metod öyrənin. Başlayın riyaziyyatdan videolara baxmağa. Məsələn, toplunu işləyə bilmirsinizsə, toplu izahları var YouTube'da, nə qədər çoxdur da. Yəni çalışın bir misalı işləyin, izahına baxın. Səhvdirsə qeydlər aparın ki, o birisi misalı özünüz işləyin. Sonra özünüz işləyəndə də yoxlayın, arxasından kitabın ya da müəllimin videosundan yoxlaya bilərsiniz. Belə-belə təkmilləşdirə bilərsiniz. Riyaziyyatdan ən məşhur kanal olan Nicat Bağışzadən kanalından da izahlara baxa bilərsiniz. Ayrı dəftər tutun. Məsələn, məndə kaş 9-cu sinifdə eləyəydim, 9-cu sinifdə eləməmişdim. Ayrı dəftərim var idi 11-ci sinifdə riyaziyyata aid. Orada mən hansı misallar mənə çətin gəlirdi, ya da hansı misalları mən səhv eləmişdim, ya da eləyə bilmirdim. O misalları mən ayrı bir dəftərə yazırdım, izahları ilə yazırdım və düzgün cavablarını da yazırdım. Gələn dəfə mən ona oxşar bir misal görəndə o dəftəri açırdım və o misala baxırdım ki, digər misalı onun üzərindən həll edeyim. Və hətta imtahana az qalmış, mən o dəftəri belə baxırdım ki, təkrar məqsədli baxırdım, yəni misalların növünə falan baxırdım, onların həll yoluna baxırdım ki, təkrar edeyim və birdən imtahana düşsə onları yaza bilim. Bu da çox yaxşı bir şeydir. Və qətiyyən ChatGPT-dən falan istifadə eləməyin, əgər izah axtarırsınızsa. Çünki ChatGPT sizə səhv izah da verə bilər və fərqli izah da verə bilər. Ümumiyyətlə, əgər DİM-in imtahanından siz normal nəticə toplamaq istəyirsinizsə, DİM-in meyarlarına uyğun yazmalısınız cavabları və DİM baxmalısınız ki, necə tələb edir ki, sizdən tam bal versin sizə. Belə izahları ancaq YouTube kanallarında müəllimlər paylaşırlar ya da sizin öz müəllimləriniz də onu bilə bilər. Onu da deyim ki, siz 9-cu sinif imtahanının riyaziyyatından açıq suallar var. Açıq suallarda təkcə düstur yazsanız sizə tam bal verilməyəcək. Orada siz yazılar da yazmalısınız. Məsələn, bu cavabı hansı düsturla tapdım, onu da yazmalısınız. Bizim 11-ci sinifdə, məsələn, Pifaqor teoremi ilə bir cavab tapılmışdı. Heç kəs onu yazmamışdı da, demək olar ki, düsturla tapıb. Orada yazın ki, Pifaqor düsturu ilə bu cavabı tapdım. Belə yazın. Yoxsa DİM yoxlayan nə bilsin, sən bunu necə tapmısan, bəlkə atmısan düz çıxıb. Yəni ona da tam bal vermirlər. Məsələn, siz riyaziyyatdan bir misalın cavabını tapmısınız. Cavab düzdür. Amma fərqli düsturla tapmısınız. Rəqəm qoyma üsulu da var idi riyaziyyatda. Bunu DİM qəbul eləmir. Siz müəyyən bir düsturla o həll eləməlisiniz ki, sizə tam bal versinlər. Düzdür, cavabı tapmısınızsa və rəqəm qoymusunuzsa, sizə yarı bal verərlər. Amma siz onu bir müəyyən bir düsturla yazmalısınız ki, DİM elə tələb eləyir ki, tam bal alasınız. Adam var, qaydanı super bilir, amma testlərdə tətbiq eləyə bilmir. Adam var, qaydanı düzgün başa düşə bilmir ki, testləri normal yazsın. Adam var, hər ikisində superdir, amma diqqətsizlik səhvinə görə testlərdə çox səhv buraxır. İlk öncə siz bilməlisiniz ki, hansı kateqoriyaya aidsiniz. Daha sonra öz üzərinizdə işləməlisiniz. Diqqətsizlik səhviniz varsa, bu səhvi aradan qaldırmaq üçün bir metod var. Əslində bu metod deyil, sadəcə mən özüm bundan istifadə edirəm. Sudoku oynaya bilərsiniz. Sudoku da həqiqətən yəni sizdən diqqət tələb edən bir oyundur. Və unutmayın ki, 9-cu sinif sizin həyatınızın ən gözəl illərindən olacaq. Çünki yəni mənim həyatımın ən gözəl illəri 8-ci və 9-cu sinif dönəmi olub. Çünki bilmirəm niyə. Biz həm sinifcə mehriban idik, həm də imtahan dərdi yox idi. Yəni imtahan olsa da ən azından çox ciddi bir imtahan deyildi. 11-ci sinif qədər əhəmiyyətli bir imtahan deyildi deyə biz yəni rahat idik nə qədər də olsa. Yəni çalışın təkcə 9-cu sinifdə imtahana hazırlaşmaq üçün ömrünüzü çürütməyin. Sosial həyatınıza da önəm verməlisiniz. Mən hətta yəni 9-cu sinifdə yeni bir dil öyrənməyə belə başlamışdım ki, hansı ki o dili hələ indiyə kimi də bilirəm. Bu imtahan həyatın sonu deyil. İmtahan təkcə çıxış yolu deyil, həyatınızdan önəmli deyil. Yəni çalışın, hamısını balansda saxlayın, sosial həyatınızı, imtahanları, dostları, məktəbi, hamısını balansda saxlayın ki, hamısına istifadə edə biləsiniz. Təkcə imtahana hazırlaşmaq da bir növ düzgün deyil mənim üçün.
9-cu siniflər üçün verəcəyim məsləhətlər bu qədər idi. Ümid eləyirəm bu video sizə faydalı oldu və sizdən çox yüksək nəticələr gözləyirəm. Hamınıza uğurlar. Növbəti videolarda görüşərik.